Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, bugün baxırıq Dimin sınaq toplusunun 15-ci sınağın izahına. Birinci sualda deyir, 8-lik say sistemindəki ən kiçik 4 rəqəmli ədədlə 16-lıq say sistemindəki ən böyük 2 rəqəmli ədədin cəmini 10-luq say sistemində ifadə edin. İstənilən bir say sistemində ən kiçik 4 rəqəmli ədəd 1, 3 dənə 0-dır. Düzdür, 8-likdədir burada, amma bizdə 16-lıqda f ən böyük bizim 2 rəqəmli ədədimizdir. Deməli, bu neçə edir? 10-luğa çevrəndə 0, 1, 2, 3 nömrəli sayda bildiyiniz qayda ilə 1 olsun 8 üstü 3. Bu da bizə verəcək 512. Burada isə 0, 1 deməli 15 vurulsun 16 plus neçə? 15. 15-i də 16-ya vuran neçə yiyəcək? 15 vurulsun 16 plus 15. Bunun da üzərinə 512 gəlsək 767. Cavabımız birinci sualda nə edəcək? A variantı. Davam edək ikinci sualımız. RGB rəng modelində kodlaşdırılmış təsvirin piksellərinin sayını 2 dəfə azaldıb, rəng dərinliyin 12 bit olan palitrada kodlaşdırdıqda həcmi 600 KB azaldı. Təsvirin dəyişiklikdən sonraki həcmini kilobaytla müəyyən edin. Deməli, bizim bir x həcmimiz varsa, 2 dəfə piksellərin sayı azalıbsa, həcmimiz 2 dəfə azalıb bu öz yerində. Bu belə. 12 bit olan palitrada kodlaşdırılıbsa, RGB neçədir? 24-də, düzdür. 24-dən 12-yə keçəndə 2 dəfə də buradan azalma var da, düzdür. 2 dəfə də buradan azalma var. Bərabərdir, deməli 600 KB azalıbsa, bu x minus 600-dür. Bu da yəni x bölünsün 4-dür də. Deməli, buradan x bərabərdir 4x çıxılsın, 4-ü də 600-ə vuranda 2400. Deməli, bu da neçə yiyəcək? Mənfi 3x bərabərdir mənfi 2400. Buradan da x bərabərdir 800-ə. Yəni biz x tapdıq 800-dür, düzdür. Bizdən nə istəyir? Dəyişiklikdən sonraki həcmini müəyyən edin. Bu 800 bizim ilkin həcmimizdir. 600 də azalıbdırsa 800-dən də çıxırsınız. 600-ü sizə neçə verir? 200. Cavabımız nə olacaq? Y variantı. 33-cü sualımız deməli 33 nə idi? 3-cü sualımız deməli 33 səhifəlik sənədin cüt səhifələrinin hər birində 1024/768 pikseldən ibarət 128 rəng çalarlı palitrada kodlaşdırılmış qrafik təsvir, digər səhifələrində isə Unicode standartı ilə kodlaşdırılmış ümumi 3072 simvol var. Nə istəyir bizdən? Sənədin informasiya həcmini kilobaytla müəyyən edin. Demək 33 səhifədir. Cüt səhifələrin hər birində şəkil var. Gəlin şəkilləri eləyək. Biz 33-ü 2-yə böləndə 16,5 düşür, düzdürmü? 16,5 düşür. Bunun cütlər olacaq 16 dənə, təklər olacaq 17 dənə. Buradan deməli yazsam mən cüt 16 tək 17 dənə. İndi 16 nədir? 2 üstündə 4 vurulsun. 2 üstündə 10 vurulsun. 768 128 çalarlıdırsa vurulsun 7-yə. Bu da təbii ki bitmə, düzdür? Axırda bizdən nə istəmişdi? Kilobaytla. Bunda belə 2 üstündə 10 isə bura ilə bura gedəndə buradan bizə nə qalır? Deməli, yuxarıda 2 vurulsun 7, 14 vurulsun 768 kilobayt. 14-ü də 768-ə vuranda 10752. 10752 kilobayt. Bu bizim şəklimiz. Başqa nə var? Deməli 17 dənə tək səhifələrdə də bizim mətnimiz var. Deməli 17 vurulsun. Nə deyir? Unicode-da 2 baytlı bir simvolumuz. Ümumi də 3072 simvolumuz var. 3 vurulsun 2 üstündə 10. 3 vurulsun yəni 1024 beləsinə yazaq. Bunu da belə 2 üstündə 10 isə yox 10-a. Çünki bura baytdır. 10-a. Deməli 2 üstə 10'lar getdi. 2 dəfə 3'üm 6. 6 vurulsun 17, o da neçə edəcək? 60, 42, 102. 102 kilobaytda budur. 102 üzərində gəlsin 10752. 10854. Cavabımız nə edəcək? A variantı. 4-cü sualımıza keçək. Çalışaq elə burada yazaq. Deyəsən burada alınmayacaq. Yox, cədvəli çəkək yazaq.
Deməli biz cədvəlimizi çəksək, nə istəyir bizdən? Adlar yazaq. Adil, Ziya, Nəzakət, Kamil, düzdür? Aha, fənlərimiz nədir? Fizika, biologiya, informatika və riyaziyyat. Əla, indi nə deyir? Adil və Ziya olimpiyadada birinci yeri tutmayıblar. Adil və Ziya, belə deyim də, deməli, bura 1 yazaq, 1. Yanına x qoyaq, bilək ki, birinci yeri tutmayıblar. Bəyəsin olsun. Ondan sonra nə deyir? Riyaziyyat olimpiyadasına gedən şagird olimpiyada qalibidir. Deməli, riyaziyyat hər kiminsə birinci yerdir. Bura 1 yazıram, riyaziyyatın ayağına qalsın burada. Kamil informatikadan birinci yer tutub. Kamil informatikadan birinci yer tutub. İnformatika birinci yer. Deməli, informatika digərlərini xəttləyək. Sonra nə istəyirdi bizdən? Hansı mütləq doğrudur? Başqa bir məlumatımız yoxdur. Yaxşı, baxaq. Adil fizika olimpiyadasında iştirak edib. Onu deyə bilmərəm. Bilmirəm fizikadır yoxsa biologiyadır. Onu deyə bilmirəm. Həm də birinci yer deyil. Riyaziyyata da buna minus ataq. Riyaziyyat çünki qalibdir. Vəssamda cavab çıxdı, heç baxmaq lazım deyil. Deməli, bunlar birinci yeri tutmamışlar. Riyaziyyat birinci yerdə. Ona görə riyaziyyata da minus atdıq. Kamil də informatikadadır. Burada minusdur. Bir dənə bu hissə bax, boş qalıbdır. Riyaziyyat kimə qalıb? Nəzakətə. İndi variantlardan deməli. Adil fizika olimpiyadasında iştirak edib getdi. Ziya biologiyada iştirak edib getdi. Deyə bilmərəm, bilmirəm hansıdır. Nəzakət biologiyada olimpiyadasında birinci yer tutub. Xeyr. Ziya fizika olimpiyadasında iştirak edib. Onu deyə bilmirəm. Nəzakət riyaziyyat olimpiyadasında iştirak edib. Doğrudur. Bir də məsəl üçün Kamil informatikadan birinci yer tutub deyilə bilərdi. O da ki, da şərtdə deyil. Heç. Cavabımız nə olacaq? Doğru variantımız Y variantı. Cədvəldə A, B, C, D, E, F məntəqələri və onlar arasındakı yolların uzunluğu göstərilib. A və F məntəqələri arasında ən qısa yolun uzunluğu müəyyən edin. Arxadan qabağa doğru gəlin. Deməli, 3 buradan, 3 hardan gəlib? C-dən. A-dan C-yə birbaşa yol varmı? Var. Bu elə sizə 6 verir də, düzdür. Variantların içində 6-dan kiçik bir dənə 4-dür. 4-ü necə ala bilərik? Necə ala bilərik? Bura ən kiçik 3 gəlibsə, yəni 4 alma şansınız yoxdur. Sizin A-dan da C 3-dür. A-dan harada getsəz, ən kiçik B-dir məsəl üçün. Yenə də 4 aşır. 4 ilə bağlı bir işimiz yoxdur. Cavabımız nə olacaq? A variantı. Tətbiqi proqram təminatına aid olanları müəyyən edin. Deməli, sistem, tətbiqi, sistem, bu da tətbiqi. 2, 3, 5 cavabımız Y variantı. Xidməti klavişlərə aiddir. Deməli, enter 1. Home getdi, kursorun idarə olunmasıdır, xidmətidir. 3. Funksionaldır. End də kursorun idarə olunması. 1, 3. Fikrim dağıldı, elə bildim cavab yoxdur. 1, 3 D variantı. 8. Verilənlər bazasından cədvəl və bu cədvəldə tətbiq ediləcək sorğunun fraqmenti verilmişdir. Sorğunun tətbiq edilməsindən sonra hansı nömrəli aidlər görünəcək? Deməli, adında, ad və soyadında A hərfi olanlar sağı solu düzdür görürsünüz. İnformatika isə nədir? 85-dən böyüklər. Və eyni sətirdə yazılıb, deməli, və ənddir. İnformatika 85-dən böyüklər, deməli, 1, bu, 100, bir də bu. Adında A hərfi bunda yoxdur. Şakirdə var, Malikdə var. Vəssalam, 3 və 4. Cavabımız nə olacaq? A variantı. Elektron cədvəldə D5 xanasında verilmiş C dollar 3 plus dollar D3 düsturunu hansı xanaya köçürmək olar? Bunu variantla işləyə bilərsiniz.
Amma belə test tapmaq üçün beləsinə deyək də. Yəni bizim burada C-miz A-ya gedə bilər, ən uzağı. 3-ümüz isə 1-ə gedə bilər, düzdürmü, ən uzağı. Oradan o tərəfə mənfiyə keçə bilməz, bu da ki, A-dan geriyə gedə bilməz. İndi A, B, C yazıram. C-dən A-ya 2 addım sütunu mən azalda bilərəm. Yəni ki, bu D5 olduğuna görə bunu 2 addım azaltsam hara düşəcək? B-yə düşəcək, düzdür? Bu ola bilər B, sərhəddimiz B-dir bizim. 3-dən də 1, 3 minus 1, 2-dir. 5-dən də 2 çıxan neçə edir? 3 edir. Sərhəddimiz bizim B3-dür. B3. Yəni bundan o tərəfə mən dəyişdirə bilmərəm düsturumu. İndi elə onsuz da ki, bura baxanda görürsünüz ki, B3-ə daşıya bilərik. Düzdür, bizdən istəyirdi köçürmək olarmı? Olar. Hansına köçürmək olar? B3-dür cavabımız o heç o öz yerində. Amma həmişə buradan baxıb çıxartmırsınız da. Mən yəni sadəcə deyirəm ki, sərhəddimiz budur və cavablarda da bu var. Yəni bu da olar elə. İndi A-ya baxırsınız məsəl üçün. Burada nədir? 2. Olmaz. Burada nədir? 1. Olmaz. Burada nədir? 1. Olmaz. Burada 4 daha olar. Amma sütuna baxırsınız ki, A-dır. Biz maksimum yəni B-yə gedə bilərdik. Bu da olmaz. Yəni bu variantlarımızın hamısı çıxır. Cavabımız olur B variantı. Buradan sərhəddi tapan kimi cavab götürmürsünüz. Ola bilər ki, heç burada cavabların içində B3 olmaz. Siz digərləri çıxardırsınız. Deməli, 10-cu sualımız. Elektron cədvəl fraqmentində A2, C2 diapazonuna əsasən qurulmuş diaqram verilmişdir. C1 xanasının qiymətini müəyyən edin. Deməli, bura 32-dir, bura 32-dir. Mən bununla bunu tapım bir-birinə bərabər edeyim. Yəni, cavabı çıxardacağım. Heç digər tərəfə baxmıram. 32, 32 bir-birinə bərabərdir. Deməli, C1 nədir? Bizim x-imizdir. X plus A1 plus 10. Bu bizə nə verir? 13. X plus 13. Bu öz yerinə. Deməli, bura 4 vurulsun. C1 4x plus B1 nədir? 4, 16. Bunu da 2-yə böləndə 2x plus 8-də. 2x plus 8. Bunu da bərabər edib bir-birinə. 2x plus 8 bərabərdir. X plus 13. Buradan x keçdiniz. Bu tərəfə x-imiz bərabərdir. 5-ə. Cavabımız nə olacaq? D variantı. Aksis bazasında verilənlərin əsas tiplərinə aid deyil. Deməli, pul var, tarix zaman var. Flat tipi yoxdur. C variantı. Ədəd var, mətn var. Mətn redaktorundakı ifadəsinə bold və italik əmri tətbiq edildikdən sonra hansı görünüş formasında olacaq? Qalın və yatmış formada, maili formada. A variantı. 12-ci sualımızın cavabı A variantı olacaq. HTML kodda səhifənin arxa fonuna şəkil əlavə etmək üçün hansı atributdan istifadə olunur? Cavabımız nə olur? C variantı. Bu rəng vermək üçündür. B variantı rəng vermək üçün. Deməli, mətn et, A-link aktiv istinadın linki, V-link baxılmış istinadın linki nə idi? Rəngi, V-link isə baxılmışın rəngi. 14-cü sualımız HTML kod fraqmentinə əsasən hansılarda yalnız qalın şriftlə yazı əks olunacaq? Deməli, 1-də görürsünüz ki, B var. 2-yə baxsaq, 2-də ümumiyyətlə heç biri yoxdur. 2-ni atsaq, 3-də yoxdur. 3-dən bağlı nəsə ata bilmirəm. 4 strong var. 5-də kursiv də var. Bizdən kursiv var, 6 dizgili var. Bizdən yalnız qalın istədiyinə görə 1 və 4-ü götürəcəyik. Cavabımız nə olacaq? A variantı. N dəyişəninin daxil olmuş hansı ən kiçik qiymətində proqram ekranı 256 ədədini çıxarar. Deməli, 256 ədədini çıxarıbsa, biz bura baxsaq, K-dan 256 çıxıbsa, K burada 1-dirsə, 1-i mən 4-dən neçə dəfə vursam, 256 eləyər. 4 üstü x-imiz 256-dır. Buradan da x tapanda eləyəcəyinizə 4 dəfə. Deməli, 4 dəfə mənim dövrüm işləyib. 4 dəfə işləyibsə, n üzərinə mən, n üzərinə 8-i 4 dəfə gələndə, yəni 32-ni gələndə artıq bu şərti ödəməməliyim. Çünki məndən ən kiçik istəyir də, düzdür, ən kiçik, hə. Şərti ödəməməliyim. Yəni, kiçik yox, böyükdür, bərabər də olmalıdır. Nədən? 57-dən. Buradan n böyükdür, bərabərdir. Çıxan neçə edəcək? 25. 25. İndi bura qədər elə bir ki, sanki n mən buradan aldım neçə? 25. 25, düzdür.
N də vurulsun 10. N vurulsun 10 bərabərdir 25. Buradan da n nəyə bərabərdir? 2.5. Cavabımız nə olacaq? D variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, n bərabərdir müəyyən bir sətrimiz var. Join edirik 5 düşür simvolların arasına. Baxın 5 bura, 5 bura, 5 bura. Belə 5'lər düşəcək ara hissələrə. Ondan sonra deməli split edirik. Ayırdıq, siyahıya yığdıq. For i in n, n-ə birbaşa müraciət edir. i yəni məsəl üçün bir dəfə alacaq bunu, bir dəfə alacaq buranı, bir dəfə də bunu. Və deyir ki, i-də nöqtə count 5'lərin sayı. Məsəl üçün mən bunu götürəndə sayıram 5'ləri. 3 dənə düzdür. Sayı 0-dan böyükdürmü? Bəli, böyükdür. Burada da 3 dənə də, burada da 3 dənə də. Hamısında da 0-dan böyükdür sayı. K-nın üzərinə 3 dənə 1 gələcəm. K da burada 0 idi. Elə 3 dəfə də 1 neçə edəcək? 3. Cavabımız nə olacaq? B variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. F1, 2. Deməli, 1, 2 ilə mən gəlsəm, 1, 2 ilə gəlsəm, buradan x bərabər olur nəyə? 1 plus d, x nədir? 1. Bu dəfə d1 axtaram. d1 ilə mən bura gələndə a bərabər olur 1 plus 2 nəyə? 3-ə. Return edirəm, 3-ü qaytarıram geri. Buradan x nəyə bərabərdir? 4-ə. Y bərabərdir dx. D, x-imizin qiyməti neçədir? 4. Təzə qiymətimiz. Plus y neçədir? 2. Bu dəfə d4 axtarıram. D4. 4'ün üzərinə 2 gələndə 6. 6'nı qaytarır geri. Buradan neçə edəcək? 6 plus 2, 8 edəcək. Buradan yazıb x plus y, 8'in üzərinə də 4 gələndə sizə neçə verir? 12. Cavabımız nə olur? A variantı. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Baxaq nə edir? B-miz 0-dan böyükdür 259. Bəli, B bərabərdir xb, yəni x 259-a. Qalxaq bura tapmalı. S bərabərdir 0. N, yəni 259 0-dan fərqlidirmi? Bəli, fərqlidir. Ona böl, qalığını götür. Və S-dən 10 çıx. Düzdür? Təzədən bir dəfə ona böl, tam hissəsini götür. Yəni 9-dur qalığımız. Sonra qalacaq buradan bizə 25. Bir dəfə 25'i böləndə 5 qalacaq. Nəsə də rəqəmləridir, düzdürmü? S-də nədir? 0-dır. 0 çıxılsın 9, çıxılsın 5, çıxılsın 2. Bu da bizə neçə verir? 16. Mənfi 16. Mənfi 16. Qaydırıq geri. Return edirik S-i. S-i qaytarmalıyıq. Mənfi 16'nı qaytardıq geri. Geri qaytaranda B-nin qiyməti mənfi 16 oldu mu? Bəli. 0-dan böyükdürmü? Xeyr. Çapana gedir. Mənfi 16. Cavabımız olur Y variantı. THCC ifadəsindəki hər bir simvol əlifbada özündə müəyyən mövqe məsafədə yerləşən simvol ilə əvəzlənib. Bu ifadənin şifrini müəyyən edin. Bu da variantlarla işləməliyik. Deməli, məsəl üçün A variantına baxsam. T-dən X-ə. T-dən X-ə 1, 2, 3, 4. Yaxşı, əmsalımız 4-dürsə, H-dan elə. H-dan elə 1, 2, 3, 4 uyğundur. S-dən V-yə 1, 2, 3 olmadı. A variantı getdi. Bu da X-ilə başlayır. Bunu da silək. Y variantına baxaq. Bu V fərqlidir. Sonra B ilə D-yə baxarıq olmasa. Deməli, T-dən V-yə 1, 2. H-dan J-yə 1, 2. S-dən W-yə deməli. S-dən W bu olmadı. S-dən 1, 2, 3, 4 deyəcək. Y də getdi. Deməli, WK, axırda F, axırda F. Bir dənə üçüncü zərfimizə baxaq. Əmsalımızı tapaq ondan sonra. Deməli, C-dən F-ə axırıncı zərfə baxıram. C-dən F-ə 1, 2, 3. Üçüncü zərfim S-ə də baxım. 1, 2, 3 V verdi mənə. Cavabımız nə olacaq? D variantı. İcraçı yalnız 2 komandanı yerinə yetirir. 2 əlavə et 3-ə vur. Ən az neçə sayda komandalar ardıcıllığı ilə 19 ədədindən 93 necə alınır? 1 əlavə etsəm. A variantına baxaq bir dənə. Deməli, 19-dan 1, 2, 3. 1 nə idi? 2 əlavə etsəm. 3, 4, 5, 6.
6 dəfə 2 12. Bunun da üzərinə 12 gələndə neçə elədi? 31. 31 bu. 31-i 3-ə vursam 3, bu da 9, 93. A variant. Digərləri onsuz da verməyəcək. Böyük ədədlər alınır. Python dilində tərtib olunmuş proqramın təyinatını müəyyən edin. Baxaq. Deməli, bizim sətrimiz buradan daxil oldu. Split boşluqdan ayırdıq, siyahıya çevirdik. Siyahıya birbaşa müraciətimiz var. Sonra nə edir? Məsələn deyirəm də, mən bura daxil edim, nə salam. Tutalım ki, nə kitab, dəftər. Beləsinə bir şeylər yazmışam. Birbaşa müraciət elədi. Bu siyahı yığılıbdır belə ayrı-ayrılıqda. I birinci salamı götürdü. Deyir I count C. Salamda C simvollarının sayı sıfırdan böyükdürmü? Sonra gələn dəfə deməli hər dəfə nəsə də bu i-də baxır, düzdürmü? Bir dəfə salama, bir dəfə kitaba, bir dəfə dəftərə. Əndə baxaq, ənd nə deyir? A0 bərabərdirmi D? A-da sıfırıncı, hə. A-da sıfırıncı, A buradadır, düzdürmü? Və son. Deməli, sətr daxil edirik. Sətirdəki birinci simvol D hərfi olmalıdır, D hərfi. Və içərisindəki o sətrin içərisindəki sözlər var, salam, kitab, dəftər və s. Onların hər birinin içərisindəki C simvolunun sayı sıfırdan böyük olmalıdır. Belə. Bəs S nəyə sayır? S də heç nə. Nəsə, bu deməli birinci simvolumuz bizim D olsa. Burada C-nin sayı sıfırdan böyüksə, burada da böyüksə, isə bizə nə çıxacaq? 3 çıxacaq. Nəsə, o bizə lazım deyil. Təyinat deməli, sətrin birinci simvolu D, digər hər bir sözlərdə isə C simvolunun sayı sıfırdan böyük. Daxil edilmiş ədəd sətirdəki D simvolu ilə başlayan və tərkibində C simvolu olan sözlərin sayını. Bu yox. Elə ki, A variantı beləsinədir də. Kitab yox. Tutaq ki, bu da D ilə olsaydı, bu da D ilə olsaydı, hə, A variantı olardı. Daxil edilmiş sətirdəki D simvolu ilə başlayan və ya tərkibindəki, burada və ya nəsə getdi. Daxil edilmiş sətirdəki C simvolu olmayan, bu da getdi. Daxil edilmiş sətirdəki D simvolu ilə bitən və ya nəsə D simvolu ilə bitən belə bir şey yoxdur. Daxil edilmiş sətirdəki D simvolu ilə bitən, bu da yoxdur. Cavab çıxmadı. Nəsə, burada cavab yoxdur axı. Deməli, sətr daxil edirəm mən. Baxın, lap beləsinə yazıq da. Nə yazıq? Nəysə, bura nə yazaq? Durna yazıram, durna. Düzdür. Burada nəsə bir söz yazmışam. Burada nəsə bir söz yazmışam. Daha doğrusu kiçik D hərfi. İndi baxın burada nəyi tapır? Deyir ki, əgər A0 bu A-da, düzdürmü? A-da sıfırıncı D hərfidirmi? Bəli. Sonra burada nə istəyir? Və hər bir sözdə də, bu sözdə də, bu sözdə də, bu sözdə də C hərfinin sayı sıfırdan böyükdürmü? Bəli, hamını D sayır. Deməli, sətrin baş hərfi D olmalıdır. İçərisindəki hər bir sözdə də C simvollarının sayı sıfırdan böyük olmalıdır. Eləsinə bir cavab olmalıydı. Cavab yoxdur burada. Davam edək. 22-ci sualımız. Python dilində tərtib edilmiş proqramın nəticəsini müəyyən edin. Deməli, eyni qiymətləri neçədir? Eyni qiymətləri 3, 4, 5, 6, 7, 8 və 9. Nə edirik? Ancaq 4-ə bölünəndə, deməli, if işləyəcək. Yaxşı, elsə nə vaxt gedəcək? 3-də, 5-də, 6-da, 7-də və 9-da. 5 dəfə bura düşür, düzdür? 5 dəfə. 5 dəfə 1-im 5. Buradan mənim 5-im nağdı yerindədir. Ondan sonra nə edirik? 4-ə bölünənlər. 4-dür, bir də 8-dir, düzdür? Bu ifin işlədiyi. 4 ilə 8 ilə bura daxil olanda S-in üzərinə i gəlirəm. Yəni ki, i nədir? Yəni 4-ün özü bura bölündü, sıfıra bərabərdir qalıq. Bəli, həmin o 4-ü gəlir üzərinə. Düzdür? Təzədəndən həmin o i 4 3-ə qalıqsız bölünürmü? Xeyr, düşürük bura elsə.
Elsə düşəndə nə edir? Təzədən o 4-ü nə edir? Çıxır. Və yaxud da 8 ilə gəldin. 8-i gəldi burada üstünə. Onsuz da 3-ə bölünməyəcək. Gəlir bu elsə təzədən o 8-i çıxır. Yəni burada heç nə eləmir də toplayır çıxır, toplayır çıxır. Cavabı bizə nə qalacaq? 5. Cavabımız olur nə? C variantı. Adisel modemin ötürmə sürəti 204.800 bit bölünsün saniyəsidir. Failin ötürməsinə 20 saniyə vaxt sərf olmuşdursa, onun həcmini kilobaytla hesablayın. Deməli 20 vurulsun 2 üstündə 11 vurulsun 100 bölünsün neçə kilobayt 2 üstündə 10-ca. Bundan bu getsə burada qalacaq 2 üstü 2 yəni 4. 4 ilə 20 getsə 5 vurulsun 100 neçə edəcək? Bizdə 500 kilobayt. Buradan yazaq, buranı silək. Python dilində yazılmış, tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, S bərabərdir 100, M bərabərdir 200. Düzdür, 100-dən 200 çıxır. Kiçik bərabərdir -50. Bu şəkildə davam edir. 100-dən 200 çıxanda bizə neçə verəcək? -100, -100. Bura baxanda görürsünüz ki, deməli, S-in üzərinə 15 gəlir, N-lə 5 çıxır. Deməli, bu ümumilikdə 20 artım var burada. Düzdür, 20 artım. Niyə? Çünki burada da çıxma var N-də. 20 artım var. Deməli, üzərinə 20x mən gələndə neçə dəfə 20 gəlsəm, bu böyük olar -50-dən. -50-dən. Deməli, 20x böyükdür. Bu da bu tərəfə keçəndə 100 o tərəfə keçirdən də 50. Buradan da x böyükdür. Neçə yeyəcək? 2 tam neçəsə də düzdür. X də bərabər oldu nəyə? 3-ə. Deməli, x də bərabər olduqca 3 dəfə 15-im neçə elədi? 45. S-imin də köhnə qiyməti nədir? 100. 100-ün də üzərinə 45 gələndə 145. Alqoritm icrasından sonra nəticəni müəyyən edin. Yenə eyni tipdə bir şeydir. Deməli, sonda n istəyir. Bura baxırsınız, s plus n cəmi 40 plus 20 sizə neçə verəcək? 60, düzdürmü? 60-ın üzərinə mən burada 20-ni də cəmləyir, 25-i də cəmləyir. 45-i neçə dəfə gəlsəm, böyük bərabər olar 200-dən. Buradan da 45x deməli, böyükdür, bərabərdir. 200-dən 60 çıxanda 140, x də böyükdür, bərabərdir 3 tam neçəsə. X də bərabərdir nə? Ya buna bərabər, ya bundan böyük. O da neçə edəcək? 4. Bizdən n istəyir. Deməli, dövrümüz 4 dəfədir. 4 dəfə 25 bu mənə verdi 100. N əvvəlki qiyməti də 40-dır. 100-ün də üzərinə 40 gələndə 140. Cavabımız olacaq 140. 26-cı sual. Proqramın nəticəsini müəyyən edin. S bərabərdir 0, for range 0-dan 6-ya. Eyni qiymətlərini alacaq. 0, 1, 2, 3, 4 və 5. 2-yə nə vaxt bölünsə üzərinə i gələcək. Deməli, nə vaxt ki 2-yə bölünmədi 1 çıxırıq. Biz bir dənə bəyəsinə yeyək də. 2-yə hansılardır? 0, 2 və 4 düzdür. Üzərinə i gəlirik, yəni elə özlərini cəmləyirik. 0-ın üzərinə 2, üzərinə 4. 6 bizim burada varımızdır. Elsə nə vaxt düşürük? 1, 3 və 5-də 3 dəfə elsə düşəcək. 3 çıxacaq. 6-dan 3 çıxanda bizdən bura qalır bizə 3. Və bu S hər dəfə işləyir. Hər dəfə işlədiyinə görə 6 dənə rəqəm var. 6 dəfə 2, 12. 3-üm də buradan var. Neçə yeyəcək? 15. Uyğunluğu müəyyən edin. Birincisi 8-lik, ikincisi 16-lıq, o da 2-lik. Deməli, baxaq. 9-un üzərinə 7 gələndə 16. 16-dan 16 çıxıb ki, bura 0 yazıbdır. Lap yaxşı, 1 yadda. 1-in üzərinə 1 gələndə 2. O 1 də yaddaydı 3. Bu nə oldu? 16-lıqda. 4-ün üzərinə 2 gələndə 6. 6-dan neçə çıxıb ki, 1 yazıb. Deməli 5 çıxıb. Yaxşı, 5-likdə olsa 1 yadda. 1-in üzərinə 4 gəldik 5. 1 də yadda 6 olmalıdır. Bu heç birinə aid deyil. 0-ın üzərinə 0, 0. 1-in üzərinə 1, 2. 2-dən 2 çıxıb ki, bura 0 yazıb. Lap yaxşı, 1 yadda. 0-ın üzərinə o yadda qalan birimiz 1. Bu 1 də öz yerində. Bu da nə oldu? 2-likdə. 6-ın üzərinə 4, 10. 10-dan 8 çıxıb ki, bura 2 yazıbdır. 1 yadda. 4-ün üzərinə 7, 11. 1 də yaddaydı. 12. 12-dən 8 çıxdıq. Bura 4 yazdıq. 1 yadda. Yadda qalan 1 də atdıq qabağına. 8. 3-ün üzərinə 4 gələndə 7. 7-dən 6 çıxıb ki, bura 1 yazıb.
Deməli, bir yadda 2 plus 5 7. Bir də yaddaydı 8. 8-dən 6 çıxsam 2. Bir də yaddaydı bura. Bu da 6-lıq say sistemində. Bizdə nələr idi? 8, 16, 2. Deməli 1-ə D, 2, 16-lıq A, 3 də 2-lik, bu da C. D, A, C. Gəldik deməli bura. Girişə veriləcək n natural ədədinə kimi bütün natural ədədlərin cəmini tapan alqoritm blok sxemini qurun. Sadə bir şeydir. Deməli, biraz qalın eləyək bunu artıq görünsün. Bəs eləyər. Deməli, bir dənə daxil etmə bizim n-imiz olmalıdır. Nə istəyirdi bizdən? Cəmini istəyirdi. S bərabərdir 0. Ondan sonra i bərabərdir 1-dən n-ə. Düşdük aşağı deməli. S bərabərdir S plus i. Oradan qayıtdıq bura. Buradan da nə elədik? S-i çap elədik. Bu qədər. Vəssalam. Klaviaturadan daxil ediləcək natural ədədin 2-nin hansı ən böyük qüvvətinə tam bölündüyünü tapan proqramı Python dilində yazın. Deməli, bir dənə mən açım. Python açaq. Aha. Deməli, daxil ediləcək natural ədədin 2-nin hansı ən böyük qüvvətinə tam bölündüyünü tapan proqramı Python dilində yazın. Hər hansısa bir biz ədəd daxil eləməliyik. N bərabərdir int input. Düzdür. Deməli, necə bunu? Ən böyük qüvvətin tam bölündüyünü tapan proqramı Python dilində yazın. 2-nin qüvvətlərinə bölək 1-1. Hansına bölünsə. Onları yığaq bir dənə siyahı. B-sini yığaq. B bərabərdir. Boş bir siyahı verək. For i in range n desəm bəs eləyir. If deməli n üstü m faiz işarəsi 2 üstü i. 2 üstü i. Düzdürmü? N-i yoxlayacağım. 2 üstündə i-yə qalıqsız bölünürsə, onda əlavə edirəm hala B siyahısına. B siyahısını əlavə edirəm. Nəyi? 2 üstü i-ni. Əla. Və ən axırda B siyahısındakı ən böyük ədədi çap edək. Vəssalam, bu qədər. Deməli, 96, 32, 64, 64, 96, 32, 64, 64. Klaviaturadan daxil ediləcək 16-lıq say sistemindəki ədədin 10-luq say sisteminə çevrilməsindən alınan ədəddə tək rəqəmlərin cəmini tapan proqram Python dilində yazın. Beləsini edək də bunu. Əvvəlcə biz 16-lıq say sistemindəki ədədi 10-luq say sisteminə keçirdək. Ondan sonra digər mərhələyə başlayarıq. Deməli, burada hər hansısa 16-lıq say sistemindən problem yaşamamağımız üçün hərfləri, rəqəmləri tam uyğun bilməyimiz üçün əvvəlcə bir dənə sətir verək. 16-lıq olsun. O yazaq da o bərabərdir. Deməli, dırnaqda 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və A, B, C, D, E, F. Belə. Bu öz yerində. Bundan istifadə edəcəyik. Necə deyəcəm? M bərabərdir. Deməli, input. M bərabərdir input. S bərabərdir 0.
Onluğa keçirdəndə bizə lazım olacaq. Deyirəm for in range, deməli len n. In range len n. Yəni bizə o n-i daxil eləmişəm. Onun sayı lazımdır. Çünki keçən vaxtı bu indeksdən i-dən istifadə edəcəm. Yazıram ki, s bərabərdir. S bərabərdir. S plus. Deməli, o sətrində axtaracam nəyi? N-dəki birinci simvolun, məsəl üçün də mən daxil edəcəm, tutalım ki, atıram 9AB ədədini. Deyirəm ki, 9-un indeksini mənə o yuxarıdakı həmin bu o sətrindən tap. İndeksini tap. Ki mən onu 16-ya vurum. Üzərinə də belə deyək də üstünü sağdan sola doğru nömrələyən 0, 1, 2 hər nəsə onları yaza bilim deyənə. İndi mən o-dan indeksi tapmağım üçün find-dən istifadə edirəm. Deməli find nəyi axtarırdım? N-i-ni. N-də i-ninci. N-də i-ninci nədir? Məsəl üçün burada hara yazaq? Baxın sol tərəfə yazım bura. N-də i-ninci nədir? Məsəl üçün 9AF dedim də, düzdür bayaqlar. Bu nə deməkdir? Yəni i-ninci len n verməmişəm, buna 3 qoymuşam da, düzdür? I-nin qiymətləri 0, 1, 2-dir, düzdürmü? 0-cı nədir? 9-dur. 1-ci nədir? A-dır. İndi mən təzədən bu 9-u gedib burada axtarıram ki, görüm indeksi nədir? Elə 9 qaytaracaq da. Və A-nınki də nədir? Burada indeksi 10-dur, 10 qaytaracaq. F-inki nədir? Mənə 15 qaytarsın. Baxın, buna görə eləmişəm bunu. İndi bunu nə etməliyəm? Deməli, vuracam bunu 16-ya. Vururuq 16-ya. Üstü. Deməli, len n minusu minus 1. Len n minus i minus 1. Minus 1. Bu niyə beləsinə yazdıq? Yəni mən gəldim len n saydım. Bu mənə 3 verdi mi? Verdi. 3-dən i-nin 0-ı çıxdı. Mənə nə qaldı? 3. 3-dən də təzədən 1 çıxmalıyam ki, mənə 2 versin ki, mən bunun üstünkü nömrələyəcəm 0, 1, 2. Bu 2-ni ala bilim. Ona görə. Yoxsa ki 3 alacam axı. Aşıb keçir bu tərəfə. Bura qədər deməli biz verilmiş ədədi onluq say sisteminə çevirdik. 16-lıqdakı ədədi onluq say sisteminə çevirdik. Bura qədər öz yerində. İndi keçək ikinci hissəmizə. İkinci hissədə nə istəyir? Çevrilmədən alınan ədəddə tək rəqəmlərin cəmini tapan proqram patentində yazın. Da burası asandır, bu heç. Deməli, mən S-i bir sətr eləsəm, T bərabərdir STR S desəm, burada mənə nə lazımdır? Yaxşı, cəmdə deyək 0. Beləsini yazaq elə. Ondan sonra neyniyək? Vəssalam, dövrümüzü verək. Deməli, range len t. Belə. Deyirəm if əgər int tj faiz işarəsi 2. Bizdən nə istəmişdir? Təklər. Bərabərdir. Ya fərqlidir 0, ya da bərabərdir 1. Fərqi yoxdansınız, yazırsınız, yazın. Cəm bərabərdir. Cəm plus int tj. Axırda da print cəm. Vəssalam belə. İndi 16-lıqda hər hansısa bir ədəd daxili, onu onluğa keçirsin, sonra orada tək rəqəmlərin cəmini tapsın. Deməli, çalışdıraq. Tutaq ki, nə deyirəm? 9A, düzdür. Neçə verdi bizə? 6. Deyəm, baxaq, 16-lıqda deməli 9A, 10-luqda neçə yiyibdir? 1, 5, 4. Təklər nədir? 1 ilə 5. 1-in üzərinə 5 gələndə mənə neçə verdi? 6. Deməli, proqramımız düz şəkildə işləyir. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Təşəkkürlər hər bir kəsə.